Buyur. Mən də Daşavay Suarif qızı, dərzi qrupundayım, dizayn üzrə oxuyuram və bu səni də çox bəyənirəm. Arzu edirəm ki, hər uşaq bu sənədə qəbul olsun. İnşallah dərzi olmaq istəyirəm, çalışıram. Düzdür, çox rus dilliyəm, amma çalışıram. Necə deyirlər, adam çalışır. İnşallah dərzi olacağam Allahın köməyi ilə. Və bu sənət əsl qız sənətidir və çox yaxşı sənətdir. Hər qız bu sənətdə gəlməli də oxumalıdır. Tövsiyə edirəm, gəlin asan peşəyə. Təşəkkür. Mən Tümən İskəndərli, mən dizaynerdə oxuyuram. Gələcəkdə dərzi olmaq istəyirəm. İnşallah dərzi olaram. Mən bu sənəti çox sevirəm. Buyur. Mən Məriyəvə Şəbnəm. Uşaqlıqdan bu peşəyə marağım olur. İnşallah Allah qismət edir, gələcəkdə öz yerim olar, özüm üçün bu sahəni davam eləyərəm. Çox xoşbəxtəm ki, belə bir yer olubdur. Bizdə sağ olsunlar təşkilatçılar, onların dəstəyi ilə biz bu arzularımızı gerçəkləşdiririk. İnşallah. Özümü təqdim edeyim. Mən Kərimova Nurlanə Əliyar qızı, Asan Peşənin dərzi dizayner qrupunun tələbəsiyəm. Bu sənətə əvvəldən marağım var idi, sadəcə övladlarım balaca olduğu üçün oxuya bilmirdim. Artıq qərara gəldim ki, bu ildən mən bu sənəti daha düzgün öyrənməliyəm və çalışmalıyam və Asan Peşəyə müraciət elədim. Tahirə müəllimin qrupuna. Çox sağ olsun, Tahirə müəllimin sayəsində bu həvəsim daha da artdı 2 qatına. Bir il ərzində mən demək olar ki, çox şey öyrənmişəm. Artıq evladlarıma özümə geyimlər tikirəm, qızımın son zəng geyimlərini, məzun paltarını özüm tikmişəm. Onun üçün hər kəsə deyirəm ki, çox belə ürək rahatçılığı ilə Asan Peşəyə üst tutsunlar. Tahirə müəlliməyə müraciət eləsinlər. Çox gözəl səbirlə, çox gözəl etina ilə tələbələri öyrədir. Sizdə olan həvəs daha da çox artacaq və siz bu müddət ərzində çox bir şey öyrənə biləsiniz. Mənim də arzumdur ki, mən də buradan çıxandan sonra özüm üçün ateliye açım və özüm kimi xanımlarla çalışım. Mən Aygün Hüseynova. Mən bu sənətə gəlməyim üçün atam sayəsində uşaqlıqdan xəyalım olmuşdur və məni həvəsləndirmişdir bu sənətə. Və mən bunun üçün Asan Peşəyə üst tutdum. Tahirə müəllimənin sayəsində gözəl geyimlər tikirəm. Bahalı geyimlərdən artıq istifadə etmirəm. Özüm biçib tikirəm. Tahirə müəllimədən və kömək istəyirəm və gözəl geyimlər tikirəm özümə və artıq geyinirəm, onlardan istifadə edirəm. Özümü təqdim edim. Məmmədova Gülər Ramiz qızı. Asan Peşə məktəbində oxuyuram. Geyim və dizayner qrupunda. Bu həvəs mənə 6-cı sinifdə marağım düşübdü və get-gedə də marağım artdı və atamın dəstəyi ilə, valideynlərin dəstəyi ilə bu həvəsim get-gedə artdı. Sağ olsunlar ki, Tahirə müəllimə dəstəklər sayəsində, köməyi sayəsində məni kömək elədi. Bu bacarıqlara gəlib çatdım. İnşallah bundan da daha gözəllərinə layiq ola bilərəm. Ən böyük arzum da geyim üzrə dizayner qrupunda modaçı olmaq istəyirəm. İnşallah hamınızın bura gəlib qəbul olmanızı istəyirəm.